1995-ci il oktyabrın 28-i. Həmin gün Azərbaycan tarixinə qara hərflərlə yazıldı. Metroda baş verən dəhşətli qəza 289 nəfərin ölümünə səbəb olur. Dünyasını dəyişənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edilir. Həlak olanların arasında Nizami rayon polis idarəsinin əməkdaşı polis mayoru Faiq Həmidov, onun həyat yoldaşı və 2 az yaşlı qızı da vardı. Beləliklə, bu qəza bir ailəni tamamilə məhv etdi. Faiq Həmidov 1955-ci il oktyabrın 31-də Vartaşen, indiki Oğuz rayonunda dünyaya gəlir. Atası İzzət Həmidov, anası Mərziyə xanım. Onlar ailədə 2 qardaş, bir bacı olublar. Faiq, Rafiq və Yeganə. İzzət müəllim uzun illər Şəkidə kolxoz sədri, partiya komitəsində 2-ci katib, Bakıya gəldikdən sonra isə torpaq komitəsində işləyir. Faiq müəllim haqqında danışmazdan əvvəl istəyirəm onun atası barəsində bir-iki kəlmə söyləyim. İzzət Həmidov 20 yanvar şəhididir. 1990-cı il 20 yanvar hadisələrində o işə gedərkən görür ki, Salyanski kazarmanın yanında yolu bağlayıblar. Avtomobilindən düşür və bu anda baxır ki, dostu deməli yerdə uzanıb yaralı vəziyyətdə. Tez qaçır ki, ona kömək etsin. Bu anda avtomatdan açılan atəşdən yerə sərilir. Deməli, güllə onun bud hissəsindən dəymişdi. Bilirsiniz ki, 5.45 gülləsi bədənə bir yerdən daxil olanda başqa yerləri də zədələyir. Yəni, bədənin digər hissələrindən çıxır. Və bu səbəbdən də onun bud hissəsindən dəyən güllə qarın nahiyəsini tamamilə dağıtmışdı. İzzət müəllimi tez çatdırırlar xəstəxanaya, amma həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmur. O, 22 yanvarda dünyasını dəyişir. Hazırda Şəhidlər Xiyabanında uyuyur. Faiq hələ balaca olanda valideynləri Şəkiyə köçür. O, 8-ci sinifə qədər Şəkidə oxuyur. Daha sonra ailə Bakıya gəlir və Faiq Bakıdakı 44 nömrəli məktəbdə təhsilini davam etdirir. Orta məktəbi bitirdikdən sonra 1972-ci ildə sənədlərini Pedaqoji İnstituta verir. Elə həmin ildə də Tarix fakültəsinə qəbul olur. 1977-ci ildə institutu bitirir və Gürcüstanda hərbi xidmət keçir. Əskərliyini başa vurduqdan sonra Bakıya qayıdır. Bir müddət peşə məktəbində müəllim kimi fəaliyyət göstərir. 1982-ci ildə o, daxili işlər orqanlarına işə qəbul olur. Uzun illər Nizami rayon polis idarəsinin 24-cü polis bölməsində əməliyyatçı işləyir. Cinayətkarlığa qarşı mübarizədə fəal iştirak edirdi. Polis mayoru rütbəsinə qədər yüksəlmişdi. Dostlarının dediyinə görə o çox ədalətli və vicdanlı insan idi. Hətta ən ağır cinayət törətmiş şəxsləri belə tutarkən onlarla bacardığı qədər nəzakətlə davranırdı. Bu da onun həm ali təhsil almasına, həm də ki, valideynlərindən aldığı tərbiyədən irəli gəlirdi. Faiq haqqında çox ətraflı, geniş danışa bilmirəm. Çünki 40 yaşında dünyasını dəyişmişdi. Hələ onun gələcəyi qarşıda idi. Amma ki, bu bir bədbəxt hadisə onun həyatına son qoyur.
Şəxsiyyətlə gəldikdə isə Faiq Həmidov 1983-cü ildə Aida xanımla ailə qurur və bu evlilikdən 1984-cü ildə qızları Esmira, 1987-ci ildə Ayçin dünyaya gəlir. Amma o zamanlar heç kimin ağlından belə keçməzdi ki, onların dördü də bir gündə dünyalarını dəyişəcəklər. Siz burada Faiqin qızlarının şəkillərini görürsünüz. Esmira cəmi 11 yaşı vardı həmin hadisə baş verəndə. Ayçinin isə 8. Bu uşaqların gələcəkləri hələ qarşıda idi. Amma o yerin altında, metroda tamamlanır. İndi isə gələk həmin hadisəyə. 1995-ci il oktyabrın 28-i. Həmin gün Faiq evə çox yorğun gəlmişdi. 2 gün idi ki, ağır cinayət törətmiş şəxslərin tutulması əməliyyatında iştirak edirdi. İstirahət etmədən bu əməliyyatda idi. Günorta saatlarında Aida xanımın bacısı Nailə xanım onlara zəng edir və deyir ki, Aida, bugün biz sizə yığışmaq istəyirik. Çünki onlar hər 6 bazar bir qohumlarının, bir bacıslarının evinə yığışırdılar. Aida xanım deyir ki, bizim işıqlarımız sönüb. Yəni, işıqlarımız yanmır. Onda belə qərara gəlirlər ki, gəlin balaca bacısı Səidə xanımgilə toplaşaq. Faiq evə gələndə təxminən saat 3-də Aida xanım ona deyir ki, biz bugün Səidəgilə gedəcəyik. Faiq etiraz edir. Deyir ki, mən çox yorğunam, gedə bilməyəcəm bugün. Amma Aida xanımın təkidindən sonra könülsüz də olsa razılıq verir. Amma kaş ki, razı olmayaydı. Kaş ki, onların həmin günü işıqları sönməyəydi. Və kaş ki, bu hadisə baş verməyəydi. Onların evi Qara ev metrosunun yanında idi. Hər ikisi hazırlaşırlar. Qızları Esmira və Ayçinlə birlikdə təxminən saat 17:30-da evdən çıxırlar. Və Qarayev metrosunda qatara minib Memar Əcəmi istiqamətində hərəkət edirlər. Onlar Elmlər Akademiyası stansiyasında metrodan çıxmalı idilər. Amma bu onlara qismət olmur. Təxminən 18:00 radələrində Ulduz metro stansiyasından qatar 100 metr Nərmanov istiqamətində aralanarkən anidən partlayış səsi eşidilir və yanğın baş verir. Şənbə günü olmasına baxmayaraq, axşam saatları olduğu üçün qatarda insanlar çox idi və maşinist qatarı tuneldə saxlayır. Bilirsiniz, adicə avtobus deməli yolda hərəkət edərkən anidən tormuz verəndə o qadınların qışqırtısı insanı vahiməyə salır. Hələ bu avtobusdur. Görün indi metroda hər yer zülmət, qaranlıq, tunelin içərisində heç yerdə göz gözü görmür, tüstü və uşaqların, qadınların çığırtısı, bağırtısı bu dəhşətli bir hadisə idi. Bəlkə də hadisə zamanı dünyasını dəyişənlərin bir neçəsi qorxudan ürəkləri partlamışdı. Maşinistin isə qatarı tuneldə saxlaması daha çox insanın ölməsinə səbəb olur. Hadisə zamanı 289 nəfər dünyasını dəyişir. Onlardan 126-sı qadın, 28-i uşaq idi. Onların çoxusu ayaq altında qalaraq ölmüşdülər. Həmin uşaqlardan ikisi Esmira və Ayçin idi. Hadisənin baş verməsində terror faktı istisna edilir.
İstintaqçıların apardığı araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv hesab olunur. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri həbs olunur. Onlar 10 il müddətinə azadlıqdan məhrum edilirlər. Hadisənin səhəri günü Heydər Əliyevin fərmanı ilə Azərbaycanda 3 günlük matəm elan olunur. Bu hadisə ən çox insan ölümü ilə nəticələnən metro qəzası kimi Ginnesin rekordlar kitabına düşür. Çox qəribədir ki, həm Faiq, həm Aida xanım, həm də qızları Ayçin hər üçü oktyabr ayında dünyaya gəlmişdilər. Ayçin oktyabrın 8-də anadan olur. Aida xanım hadisədən 5 gün əvvəl, yəni oktyabrın 23-də doğum gününü qeyd etmişdi. Faiq isə hadisədən 3 gün sonra, yəni oktyabrın 31-də ad günü olacaqdı. Onun 40 yaşı tamam olmalıydı. Faiqin bədənində heç bir xəsarət izi olmayıb. O, tüstüdən boğulmuşdu. Onun meyidi ailəsindən aralıda aşkar edilir. Yəni qaranlıqda onlar bir-birlərindən uzaq düşürlər. Faiq polis əməkdaşı idi. O təkcə ailəsi üçün deyil, ətrafda olan insanlara da kömək etməli idi. Bu onun borcu idi və edir də. Şahidlərin dediyinə görə orada tuneldə deməli köməksiz vəziyyətdə qalan neçə insanları Faiq xilas edir. Çünki o qaranlıq idi. Onsuz da uşaqlarından, həyat yoldaşından uzaq düşmüşdü. Yəni partlayışın nəticəsində deməli silkələnmə baş verir. Onlar hərəsi bir tərəfə düşürlər. Onsuz da axtarsalar belə bir-birlərini tapa bilməyəcəkdilər. O qışqırtıdan, o hənirtidən onlar çağırsalar da eşitməyəcəkdilər. Yəni bir-birlərini tapmaq üçün. Ona görə də Faiq axı əlacsız qalaraq tuneldə qalan insanları vaqondan çıxarmasında, deməli tuneldən bayıra daşınmasında kömək edir insanlara. Amma özü çıxmır tuneldən. Tüstüdən boğularaq dünyasını dəyişir. O bir qəhrəmanlıq göstərir. Təkcə polis kimi deyil, həm də bir vətəndaş borcunu yerinə yetirmişdi Faiq. İnsanlara kömək etmək onun tərbiyəsində, əxlaqında vardı. Faiqgilin cənazəsi onun qaynatasının evindən götürülür və Bilgəh kəndindəki bu qəbirstanlıqda torpağa tapşırılır. Faiqin ölümündən sonra onların Qara Qarayev metrosunun yaxınlığındakı evi sonradan bir şəhid ailəsinə verilir. Məzarın ətrafına gəldikdə isə gördüyünüz kimi bura təmizdir. Sadəcə bir neçə belə otlar çıxıb yerdən. Onları da mən indi buradan götürəcəm. Çox təsir elədi bu ailə mənə. Bu məlumatı mənə Faiqin tələbə yoldaşı Rasim müəllim vermişdi. Yəni Faiq haqqında, yəni onların ailəlikcə bir yerdə metro qəzasında həlak olmaları barədə. Və mən Rasim müəllimdən xahiş etdim ki, mənə onun şəxsi məlumatlarını versin. O da bildiyi qədər məni informasiya ilə təmin etdi. Nə qədər ətraflı danışa bildim, onu deyə bilmərəm, amma ən azından az da olsa məlumat verdim və bu videoya baxan insanlar bu ailənin acı taleyinə bəlkə də mənim qədər şərik olarlar.
Məzarın ətrafını əvvəlcədən qeyd etdim. Yəni bura təmiz idi. Sadəcə bir-iki otlar çıxmışdı. Onları da mən götürdüm. Buranı tez-tez Faiq müəllimin qardaşı Rafiq müəllim ziyarət edir. Yəni vaxtaşırı gəlirlər, süpürürlər, təmizləyirlər. Ayda xanımın bacısı Nailə xanım bura bildiyimə görə gəlir. O da yəni buranı ziyarət edərkən buranı təmizlətdirirlər. Mən də sadəcə biraz otları vardı, onları da götürdüm və salam. Faiq müəllim haqqında deyəcəklərim bu qədər. Əslində, mən adətən incəsənət xadimləri haqqında çəkilişlər edirəm. Onların sənətindən danışarkən tamaşalardan, filmlərdə çəkilmiş kadrlarından istifadə edirəm. Amma bugünkü videomda bunu edə bilmirəm. Çünki Faiq Həmidov polis əməkdaşı olub, mən bunu qeyd etdim və onun işi cinayətkarlıqla mübarizədə keçir. Ona görə də onun haqqında danışarkən əlavə görüntüləri sizə təqdim edə bilmirəm. Ola bilər ki, Faiq müəllimi hər kəs tanımasın. Amma onların həlak olduğu bu hadisə Azərbaycan tarixinin qara siyahısına düşdü. Yəni orada dünyasını dəyişən insanların hər biri, yəqin ki, hardasa bir lövhə var. Səhv etmirəmsə bu Ulduz metro stansiyasındadır. Həmin lövhəni qoyublar. Hadisə zamanı dünyalarını dəyişən insanların adları yazılıb. O siyahıda bu 4 nəfərin də adları həkk olunub. Sadəcə bu 2 qıza mənim ürəyim yandı. Onlar indi yaşasaydılar, yəqin ki, ailə qurmuşdular, ana olmuşdular. Amma çox təəssüf ki, onların ömrü yarıda qalır. Daha doğrusu, onlar nə yaşadılar ki? Esmira 11 yaşında, Ayçin isə 8 yaşında bu dünyadan köçdülər. Onların gələcəyi, həyatı hələ qarşıda idi. Yəqin ki, onların da arzuları olub. Təhsil alsınlar, sevdiyi peşə ilə məşğul olsunlar. Amma çox təəssüf ki, bunlar baş vermədi. Və bugünkü videomu da Azərbaycan polisinə həsr etdim. Faiq Həmidova və onun ailəsinə.